Mən Qusar 4 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Ağamirzəyev Emil. Bu zamana qədər oxuduğum kitablar arasında mənə ən maraqlı gələn, məndə müxtəlif hisslər, fikirlər oyadan kitab Çətin olsa da həyat davam edir kitabı oldu. Bu kitabın sayəsində mən bir çox şey öyrəndim. Həyatımda qarşıma çıxacaq çətinliklərin öhdəsindən necə gələcəyim, yorulmadan öz məqsədimə necə çatacağım barədə mübarizə aparmağı öyrətdi. Əlbəttə ki, hər bir insanın qarşısına həyatda sınaqlar çıxır. Ancaq bu sınaqlardan da hər kəs uğurla çıxa bilmir. Bu sınaqlardan uğurla çıxa bilən insanlar güclü xarakterə malik insanlardır. Həyatda siz hər cür işə, həyatınıza necə baxsanız, hər bir işi də elə qurtaracaqsınız. Əgər siz bir işə bədbin, həvəssiz yanaşsanız, həmin iş uğursuz bitəcək. Əgər siz bir işə pozitiv yanaşsanız, həmin iş daha yaxşı bitəcək. Ona görə də siz hər bir işə pozitiv və məqsədə uyğun olaraq yanaşın.